Bakı şəhər Nəsimi rayonu 4-cü mikrorayon ərazisində ata və oğlun öldüyü hadisə ilə bağlı bəzi məqamlar üzə çıxıb. Məlumata görə 20 yanvar küçəsi 39 ünvanındakı binada yerləşən mənzillərin birində 13 yaşlı Kamran Abiyev və atası Əbülfəz Abiyevin öldüyü hadisədə qaz sızmasının hamamdakı su qızdırıcısına görə baş verməsi dəqiqləşib. Bildirilib ki, iyunun 7-sinə keçən gecə Nəsimi rayonunun bir hissəsində içməli suyun verilməsində qısa müddətli fasilə olub. Bu səbəbdən onlar hamamda suyu açıq qoyublar ki, gələndə xəbər tuta bilsinlər. Su verilişi bərpa ediləndə hamamdakı su qızdırıcısı işə düşüb. Su verilişindəki qısa müddətli kəsintilər səbəbindən qızdırıcıdan qaz sızıntısı başlayıb və mənzilə dolub. Hadisə zamanı Əbülfəz Abiyev və kiçik oğlu Kamran hamam yaxınlığındakı otaqda olduqlarından onlar yatdıqları yerdə qazdan zəhərlənərək ölüblər. Böyük oğlu Nurlan isə digər otaqda imiş. İyunun 7-si saat 17 radələrində onlardan xəbər ala bilməyən yaxınları qapını açdırıblar və ata ilə iki oğlunu huşsuz halda aşkar ediblər. Həmçinin bildirilib ki, Əbülfəz Abiyevin allergiyası olduğundan pəncərələri bağlı saxlayıbmış. Qeyd edək ki, Kamran Abiyev Nəsimi rayon 247 saylı orta məktəbin 7-ci sinif şagirdi olub. Abiyev isə Avropa-Azərbaycan məktəbinin müəllimi imiş. Faktla bağlı Nəsimi rayon prokurorluğunda araşdırmalar davam etdirilir.